Cristiano Ronaldo bugün artıq sadəcə futbolçu deyil, o dünyanın ən güclü şəxsi brendinə çevrilmiş bir maliyyə imperatorudur. Bəlkə də sən onu meydanda gördüyün uğurlarla tanıyırsan, amma əsl hekayə pərdə arxasında, onun sərvət strategiyasında gizlidir. Bu videoda sənə göstərəcəm ki, Ronaldo necə milyonlarla insanın sevdiyi bir addan milyard dollarlıq biznes maşını yaratdı. Gəlin videoya keçək. Ronaldo deyir: "Mənim məqsədim ən yaxşı olmaq deyil, əfsanə olmaqdır." Bu söz onun maliyyə fəlsəfəsinin əsasını təşkil edir. Çünki o başa düşdü ki, futbol karyerası bir gün bitəcək, amma öz adı əbədi yaşaya bilər, əgər onu brendə çevirsə. Ronaldo futbol klublarında 100 milyonlarla dollar qazanıb. Lakin sən bunu bilməlisən ki, bu onun ümumi sərvətinin yalnız kiçik bir hissəsidir. Əsas sərvəti futboldan kənarda qurduğu biznes imperiyasından gəlir. Onun adı artıq bir məhsuldur, bir şirkətdir, bir iqtisadi ekosistemdir. CR7 brendi. Sadəcə bir loqo deyil. Bu adın altında otellər şəbəkəsi, lüks fitness mərkəzləri, geyim və parfüm xətti, restoranlar, sağlamlıq klinikləri və texnoloji investisiyalar var. Bu brend dünya miqyasında elə sistemlə qurulub ki, Ronaldo meydanda olmasa belə onun adı dəyər qazanmağa davam edir. Çünki Cristiano Ronaldo özünü insan kimi yox, ideya kimi mövqeyləndirdi. Nike ilə ömürlük müqaviləsi. İdman tarixində görülməmiş anlaşmadır. Nike Ronaldoya məhsul kimi yox, tərəfdaş kimi yanaşdı. Bu artıq əmək müqaviləsi deyil, bu brend birliyidir. Dünyada çox az insan var ki, şirkətlər ona ömürlük sərmayə yatırır. Çünki bu cür insanlar özləri artıq sabit gəlir mənbəyi kimi qəbul olunur. Ronaldo öz auditoriyasının gücünü anladı. Sosial mediada onun hər paylaşımı sadəcə şəkil deyil. Bu beynəlxalq şirkətlər üçün reklam platformasıdır. Onun izləyici sayı bəzi ölkələrin əhalisindən çoxdur. Bu nəhəng diqqət axınını o kapitala çevirdi. Sərvətinin sirri də məhz budur. Diqqəti pula çevirmək. Əsas nöqtə budur. Ronaldo bir sistem qurdu. O qazandığı hər gəliri xərcləmədi, aktivə çevirdi. Otel alır, biznes açır, ortaqlıq qurur, öz brendini yeni sahələrə genişləndirir. Yəni qazanmaq onun üçün məqsəd deyil, kapital yaratmaq üçün vasitədir. Bu strategiyanın 3 dərsi var. Birincisi, sərvət toplamaq olmur, sərvət yaradılır. Ronaldo pul qazanmadı, pul üçün infrastruktur qurdu. İkincisi, brend hər şeydən üstündür. İnsan unudulur, amma brend əfsanəyə çevrilir. Ronaldo öz fiziki gücünü brend gücünə transformasiya etdi. Üçüncüsü, kapitalı sərf etmə, çoxalt. Onun sərvəti hər il artan sistemlərin içindədir. Bu maliyyənin ən yüksək səviyyəsidir. Bu hekayənin sonunda sən anlamalısan ki, Ronaldo'nun məqsədi sadəcə varlı olmaq deyildi. Onun məqsədi öz adını gələcək nəsillərdə də iqtisadi dəyər daşıyan bir simvola çevirməkdir. O artıq futbolçu kimi yox, qlobal təsir yaradan bir maliyyə simvolu kimi tarixə düşüb.